أشهد أن محمدًا رسول إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. قال النبي صلى الله عليه وسلم نعمتان مغبون فيهما كثير من الناس الصحة والفراغ. Esselamu Aleyküm değerli Müslümanlar. Uca Allah'a hamd sanalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salat selamlar olsun. Sizlere ve özüme uca Allah'a karşı takvalı olmalı ve Resulullah sallallahu aleyhi ve sellemin yolundan gitmeyi tövsiye ederim. Ettiğim nasihatler önce özüme, sonra siz değerli kardeşlermedir. Değerli Müslümanlar, Allah'a kulluk için yaradılan ve imtihan için dünyaya gönderilen insana saysız nimetler verilmiştir. İnsanın bu imtihan dünyasında en kıymetli sermayesi ise zamandır. Zamanın ve mekanın Rabbi olan Allah Azze ve Celle Kur'an-ı Kerim'de esre, yani zamana and içerek zamanın insan hayatı için vacibliğine dikkat çekmiş ve insanların daim ziyan içinde olduğunu vurgulamıştır. Ama növbəti ayelerde ziyandan kurtulan müstesna kimselerin olduğunu da açıklayır. Bəs onlar kimlerdir? Allah-u Teala zamanın kıymetini bize hatırladan bu kelamına kulak verək. Vel-asr, andolsun zamana, akşam çağına. İnnel insane lefi husur. Hakikaten insan hüsrandadır. İllellezine amenu, ancak iman getiren. Ve amilus salihati, salih emeller işleyen. Ve tevasav bil hakkı ve tevasav bis sabr. Hakkı ve sabri birbirine tövsiye edenler istisnadır. Böyük Kur'an müfessirlerinden Fəxrəddin Razı Asr suresinin tefsirinde belə deyir. Bir gün yay ayının qızmar günlərində buz satan birisinin bazarda belə bağırdığını eşittim. Sermayesi əriyən bu şəxsə mərhəmət edin. Onun bu sözünü eşitincə, bu söz Asr suresinin mənasıdır dedim. Çünkü insana verilen ömür bir buz kimi surətlə əriməkdədir. Əgər insan bunu ziyan edər və ya gərəksiz yerlərə xərcləyərsə, öz xüsranına səbəb olar. Onun üçün Allah-u Teala Asr suresində zamana and içərək zikr edilən 4 əməli işləməyən insan dünyada nə işlə məşğul olursa olsun, həyatını boşa xərcləyənə və xüsranda olduğuna işarət edir. Qurtulanlar isə bu 4 əməli işləyənlər və həyatlarını buna görə qaydasına qoyanlar olacaqdır. Değerli kardeşlerim, uca yaradan hər canlıya ömrü bir dəfə bəxş edir və vaxtı yetişəndə onu geri alır. Hər yeni gün gəldiyi kimi də sona yetir və ömrümüzdən bir gün daha azalır. Qarşıda isə bizi hələ neçə səhərin gözlədiyi də məlum deyildir. Buna görə də bəxş olunmuş ömrü layiqincə dəyərləndirib daha səmərəli çalışmalıyıq. Vaxtı boş keçirməklə həm mənasız ömür sürmüş olur, həm də ahirət həyatımızı təhlükə altına atırıq. Allah-u Teala Kur'an-ı Kerim'de buyurur ki İnnehu la yuhibbul musrifin. Şüphesiz ki Allah israf edenleri sevmir. Allah-u Teala'nın verdiği her nimeti o cümleden vaxtı da boşuna xərcləməyimiz israftır. Resulullah sallallahu aleyhi ve sellem yaşadığımız her saniyenin hesabı olacağını ve zamanı faydalı şekilde istifade etməyimizin vacibliğini bizlere haber verir. Buyurur ki bende kıyamet günü 5 şeyin hesabını vermedikçe Rabbinin huzurundan ayrılmayacak. Ömrünü harada sərf etmiş, dünyada hansı əməl sahibi olmuş,
Malını harada qazanmış, malını harada nələrə xərcləmiş, gəncliyini harada keçirmiş, bildiyinə nə dərəcədə əməl etmişdir. Həmçinin başqa nəsiyyətində buyurur ki, iki nemət vardır ki, insanların çoxunluğu bunların qiymətini bilməyərək aldanmaqdadır. Sağlamlıq və boş vaxtdır. Dəyərli müminlər, bəşər övladı daim vaxtın azlığından, ömrün qısalığından şikayət edir. Vaxtım yoxdur bəhanəsi ilə namaz qılmayan, qohum əqrabaları ziyarət etməyən, Allah-u Teala'nın bizə göndərmiş olduğu məktubu, yəni Qur'anı oxumayan, hətta ailə üzvləri ilə 2-3 kəlmə kəsməyən və problemlərinə biganə yanaşanlar da vardır. Bu, əsasən sahib olduğumuz zamanı doğru dəyərləndirməməyimizdən qaynaqlanır. Dedikodulara əsaslanan mənasız televiziya proqramları, serialları, internetdən düzgün faydalanmamaq və s. dövrümüzün zaman öldürən silahıdır. Normadan artıq yatan, vaxtını saatlarla internetə, televiziya qarşısında çayxanalarda keçirən, ibadət vaxtlarını ötürənlər isə həyatını israf edənlərdir. Sabah olsun, filan işi görərəm deyənlər ömrünü bada vermişlər. Faydalı işləri təxirə salaraq sabah edərəm deməklə şeytanın vəsvəsəsinə uymuş olursan. Çünki zaman şeytanın ən çox təsir dairəsində olan bir neymətdir. Ona görə də attığımız addıma diqqət edək və zamanımızın qiymətini bilək və peşman olanlardan olmayaq. Allah-u Teala bu peşmansızlıq sahəsini Fatih surəsinin 37-ci ayəsində bizlərə belə xəbər verir. Onlar, günahkarlar orada, cəhənnəmdə fəryad qoparıb yalvaracaqlar. Ey Rəbbimiz, bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək. Onlara belə deyəcəyik. Məgər orada sizə öyüd nəsihət qəbul edəcək kimsənin öyüd nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi? Hələ sizə Allahın əzabı ilə qorxudan Peyğəmbər də gəlmişdi. İndi dadın cəhənnəm əzabını, zalimların imdadına çatan olmaz. Allah-u Teala zaman sərmayəmizi öz lazılığı istiqamətində istifadə etməyi cümləmizə nəsib etsin. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahil məlikil əzizil əlləm kəmə qalallahu təbarək və təalə fil kələm və idə quriəl Qur'an fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. Ə'udhu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəd-dīnə indəllahil İslam.